Biosfer yerin canlı təbəqəsidir. Bura bitkilər, heyvanlar, mikroorqanizmlər, hətta insanlar belə daxildir. Biosferin sərhədləri yerin 1-5 kilometrliyini əhatə eləyəcəkdir. Atmosferin 20-25 kilometrliyini və bütün hidrosferi əhatə eləyir. Biosfer, yəni canlı təbəqəsi və burada olan bitki, heyvan, mikroorqanizmlərin bir-biri ilə qarşılıqlı qrupuna, yəni davamlı qrupuna biosenoz deyilir. Biokütlə ekvatorial, subekvatorial enliklərdə növ tərkibinə görə daha çoxdur, amma çəkisinin çoxluğu mülayim enliklərdə daha çox olacaqdır. Biosferin yaranması geoloji eralara da təsir göstərmişdir. Arxev və proterozoy eralarında əsasən bakteriyalardan təşkil olunmuşdur. Tək hüceyrəlilər yosunlardan ibarət idi. Amma paleozoy erasında iynəyarpaqlılar, çılpaq toxumlular, ayı döşəklər, suda, quruda yaşayanlar, okeanda balıqlar, quruda bitkilərin yaranması deyə bilərik. Mezozoy erasında isə biz deyə bilərik ki, örtülü toxumlular, ondan sonra məməlilər, quşlar, qədim sürünənlərin yaranması bu aiddir və ən sonuncu Kaynozoy erasında isə müasir landşaftların yaranması, ilk insanların və insana bənzər meymunların yaranması bu geoloji eraya aiddir. Okeanlarda da canlılar vardır. Okeanlarda olan canlılar 3 qrupa ayrılır. Planktonlar, nektonlar və bentoslara ayrılır. Kiçik sərbəst hərəkət edə bilməyən canlılar planktonlar adlanır. Suyun üst hissəsində yaşayırlar. Nektonlar isə sərbəst hərəkət edən balıqlar, balinalar bunlar aiddir. Bentoslar isə okean və dənizlərin dibində yüksək təzyiq, qaranlıq mühitdə yaşayan mollyusklar, mərcan, xərçəng kimilər və s. aid olacaqdır. Coğrafi təbəqə nədir? Coğrafi təbəqə yerin üst hissəsini, atmosferin aşağı qatını, bütün hidrosferi və biosferi əhatə eləyir və ümumi qalınlığı 50-55 kilometrə bərabərdir. Coğrafi təbəqənin inkişafı 3 mərhələdən ibarətdir. Ən qədim mərhələ biogenə qədərki mərhələ, sonraki mərhələ biogen və ən sonuncu mərhələ isə hal-hazırda olduğumuz mərhələ antropogen mərhələ olacaqdır. Biogenə qədərki mərhələ ən uzun mərhələdir, 3 milyard il davam eləyibdir və əsasən kriptozoy eonunu əhatə eləyir. Bu zaman biogenə qədərki mərhələdə vulkanizm prosesləri get-gedə zəifləyir, qədim platformalar yaranır, intensiv yağışlar yağır və karbon qazı çox, oksigen qazı az olubdur. Biogen mərhələsi isə 580 milyon il davam edən bir mərhələdir və bu artıq fanerozoy eonunu, yəni aşkar həyatı əhatə eləyir. Çünki burada artıq canlılar yaranıb axı. Üzvü mənşəli suxurlar əmələ gəlir. Atmosferdə karbon qazının miqdarı azalır, oksigenin miqdarı artmağa başlayır. Çünki üzvü suxurlar yaranmağa, üzvü belə deyək də aləm yaranmağa başlayır. Sonra balıqlar, suda yaşayanlar, quruda yaşayanlar və bu mərhələnin sonunda isə insan yaranıbdır. Müasir mərhələ isə hal-hazırda da davam edən bir mərhələdir. Ağıllı insanın yarandığı bir mərhələdir. Ətraf mühitin antropogen təsirləri artır və qlobal ekoloji problemlər yaranır. Daha sonra isə burada suxur dövranı qeyd olunubdur. Suxur dövranı, yəni coğrafi təbəqənin fasiləsiz inkişafı iki ən mühüm xüsusiyyəti vardır ki, bunun biri yerin daxili enerjisidir, digəri isə günəş enerjisidir. Və burada da suxur dövranı onu göstərir ki, məsələn, suxurlar, maqmatik suxurlar çökmə suxurlara çevrilir. Çünki günəşin, küləyin, xarici qüvvələrin təsiri nəticəsində aşınır və çökmə suxurlara çevrilir və daha sonra isə suxurlar yerin daxilində yüksək təzyiq və temperatur nəticəsində metamorfikləşir, yəni başqa bir suxura çevrilir və yenidən yerin daxili enerjisi nəticəsində suxurlar əriyir və maqmatizm yenə baş verir, yəni vulkanizm baş verir və suxur dövranı beləcə davam eləyəcəkdir. Coğrafi təbəqənin əsas qanuna uyğunluqları hansılardır? Ritmiklik, zonallıq və bütövlük qanuna uyğunluğu vardır. Ritmiklik o deməkdir ki, hər hansı bir prosesin təkrar olunması və bu ritmikliyi yaradan amillər hansılardır? Birincisi, yerin öz oxu ətrafında fırlanması, ikincisi, yerin meyilli fırlanması və üçüncü də yerin günəş ətrafında fırlanmasını qeyd eləyə bilərik. Ritmikliyin 3 növü var. Sutkalıq ritmiklik proseslər, illik ritmik proseslər və çox illik ritmik proseslər. Sutkalıq ritmik proseslər yerin öz oxu ətrafında fırlanması nəticəsində yaranır. Məsələn, günün
gecə gündüzün yaranması, günəşin çıxması, batması, şehin düşməsi, brizlərin yaranması, qabarma və çəkilmələr, bunlar sutkalıq ritmik proseslərə aiddir. İllik ritmik proseslərə isə mussonları qeyd edə bilərik, fəsillərin yaranmasını deyə bilərik. Ondan sonra çayların buz bağlanması, məhsul yığımı, qarların əriməsi və s. qeyd edə bilərik. Çoxillik ritmik proseslər isə uzun bir zaman ərzində davam edən bir prosesdir və bu illik, 1000 illik, 100 illik, yəni milyon illik yəni proseslərdir. Bunlara transqressiya, reqressiya, 4-cü dövrün buzlaşması, iqlim dəyişmələri, yəni soyuqlaşma, istiləşmə, buzlaşmalar, dağa əmələ gəlmə, platformalar, bunları aid eləyə bilərik. Və ən sonuncu coğrafi təbəqənin üçüncü qanuna uyğunluğu zonallıq qanuna, daha doğrusu ikinci zonallıq qanuna uyğunluğu coğrafi komponentlərin ekvatordan qütbə doğru dəyişməsinə deyilir və bir də ki, dağın ətəyindən zirvəsinə doğru dəyişməsi. Zonallıq özü iki yerə bölünür. Biri üfüqi zonallıq, biri də var şaquli zonallıq. Ekvatordan qütblərə doğru dəyişməsinə biz deyirik ki, üfüqi zonallıq, amma dağın ətəyinin zirvəsinə doğru dəyişməsi isə şaquli zonallıq adlanır. Və bu zonallığın yaranma səbəbi yerin kürə formasında olması, günəş istiliyinin yer səthində qeyri-bərabər paylanması, yəni yer səthinin qeyri-bərabər qızması və yerin meylliliyini deyə bilərik. Çünki yer 66,5 dərəcə meyilli fırlanır. Zonal komponentlər nədir? Azonal komponentlər nədir? Ekvatordan qütblərə doğru dəyişən komponentlər, bunlara biz zonal komponentlər deyirik. Buna aiddir torpaqdır, bitkidir, daimi küləklərdir, iqlimdir, yağıntıdır, heyvanat aləmidir ki, bunlar zonal komponentlər hesab olunur. Amma azonal komponentlər isə süxurlar, relyef, tektonik hərəkətlər, yeraltı sulardır ki, bunlar aiddir. İndi hansı ərazilərdə zonallıq komponentləri var, hansı ərazilərdə yəni ki, azonallıq, yəni enlilik üzrə olanlar zonallıq, amma dağ üzrə, hündürlük üzrə paylanan zonallıq isə belə deyək də azonallıq hesab olunur. Məsələn, Cənubi Amerikanın qərbində Ant dağları var, Şimali Amerikanın qərbində Kordilyer dağları var ki, onlarda hündürlük zonallığı daha aydın özünü göstərir. Şərqi Avropa düzənlikdir, Qərbi Sibir düzənlikdir və bunlarda biz nə deyəcək? Enlilik zonallığı, yəni üfüqi zonallıq olacaqdır. Avstraliyanın mərkəzi də eynən onun kimi. Hansı ərazilərimizdə dağlıq ərazilərdirsə, onlarda hündürlük zonallığını qeyd eləyəcək. Sonra bütövlük qanuna uyğunluğu nədir? Bütövlük dedikdə isə, yəni bu qanuna uyğunluğa daxil olan komponentlərin qarşılıqlı təsiri və bir-birlərindən asılılığı nəzərdə tutulur. Yəni bu bütövlükdə bitkilər, heyvanlar arasında baş verən qida zəncirini misal çəkmişdik. Yəni ki, bu qida zəncirində bitki və heyvanlar üzvü maddələri qida vasitəsilə bir-birinə ötürməsi prosesi deyirik də. Və bu prosesdən biri olmasa, artıq digərləri də olmayacaqdır. Bu zaman bütövlük qanuna uyğunluğu pozulmuş olacaqdır. Dünyanın torpaq fondu, torpaq yerin üst münbit məhsuldar qatı hesab olunur və üzərində olan torpaq, yəni çürüntü qatı daha doğrusu məhsuldarlıq verən orada humus qatı adlanır. Torpaq əmələ gətirən amillər hansı amillərdir? İqlimdir, relyefdir, ondan sonra süxurlardır, insandır, mikroorqanizmlərdir, bitki və heyvanlardır ki, bunlar torpaq əmələ gətirən amillərdir. Torpaqlar mexaniki tərkibinə görə 4 yerə bölünür. Gilli-gillicəli və qumlu-qumsal torpaqlara ayrılır və bunlardan ən məhsuldar olan torpaqlar qumlu-qumsal torpaqlardır və məhsuldarlığı aşağı olan torpaqlar isə gilli-gillicəli torpaqlardır. Strukturuna görə də 2 yerə bölünür. Strukturlu və struktursuz torpaqlar. Yəni əgər havanı, suyu rahat keçirdə bilirsə, dənəvərdirsə, humusu daha qalındırsa, bu olur strukturlu torpaq. Amma məhsuldar olmayan, tozvari olan, su və havanı keçiriciliyi olmayan torpaqlar isə struktursuz torpaqlar olacaqdır. Torpaqların rəngi onların tərkibindən asılıdır. Onların tərkibində olan minerallardan asılıdır, humusun miqdarından asılıdır.
Məsələn, ekvatorial enliklərdə, ekvatorial zonalarda deyirik ki, qırmızı-sarı ferrolit torpaqlardır. Bu ekvator zonasında qırmızı-sarı ferrolit torpaqlar olacaqdır. Subekvatorial, bax burada sarı rəngdə göstərilən ərazilərdir ki, bunlarda biz nə deyirik? Qırmızı qonur torpaqlardır. Subekvatorial enliklərdə, hətta dəyişkən rütubətli meşələrdə belə qırmızı qonur torpaqlara rast gəlinir. Səhralarda olan torpaqlar isə boz-boz qonur torpaqlar olacaqdır. Qəhvəyi torpaqlar əsasən subtropik iqlimin Aralıq dənizi tipində. Baxın, burada Aralıq dənizi sahillərində, Şimali Amerikanın qərbində, ondan sonra Avropanın cənubunda, Cənubi Amerikada, Santiago şəhərində, Afrikanın cənub-qərbində, hətta şimalında belə var. Bir də ki, Avstraliyanın cənub-qərbində və cənub-şərqində qəhvəyi torpaqlara, yəni subtropikin Aralıq dənizi tipində olan qəhvəyi torpaqlara rast gəlinir. Enliyarpaqlı meşələrdə, yəni mülayim enliklərdə, əsasən mülayim kontinentalında, mülayimin dənizində qonur torpaqlara rast gəlinir. Çöl zonalarında isə qara və şabaldı torpaqları olacaqdır. Həm mülayimin, həm də subtropik iqlim quşağının çöl zonalarında qara və şabaldı torpaqlar olacaqdır. Tayqa zonalarında isə, yəni mülayimin bu kontinental zonalarında isə yaranır podzol torpaqlar və subarktik iqlim quşağının olduğu ərazilərdə isə tundra və tundra qileyli torpaqlara rast gəlinəcəkdir. Qütb ətrafı ərazilərdə, yəni arktik ərazilərdə isə ibtidai torpaqlardır. Yəni burada torpaq örtüyü olmayacaqdır. Torpaq profili nədir? Torpağın bir en kəsiyidir və buradan torpağın ən üst hissəsi A qatı, A1 qatı da deyirik buna. Buna biz deyirik allüvyal qat və yaxud da ki, humus qatı deyirik. İkinci qat isə B qatı, bura yuyulma qatı deyirik. Burada humusun miqdarı azdır, hətta buna ellüvyal qat da deyilir. Üçüncü qat isə C qatı, bu qata biz illüvyal, yəni toplanma qatı deyirik. Burada artıq humusun miqdarı artır və ən sonuncu qat isə D qatıdır və bu isə ana süxur adlanacaqdır. Deməli, birinci humus qatı, yəni allüvyal qat. İkincisi, yəni məhsuldarlıq burada daha çoxdur. İkinci qat ellüvyal qat, yəni yuyulma qatıdır. Humusun miqdarı məhsuldarlığa aşağıdır. Və üçüncü qat B qatı, burada toplanma qatıdır, yəni illüvyal qatdır. Və burada nisbətən, yəni yuyulma qatına nisbətən burada humusun miqdarı olacaq. Və ən sonuncu isə ana süxur olacaqdır. Torpaq eroziyası nədir? Torpağın külək, yağış, temperatur, yəni xarici qüvvələr təsir nəticəsində parçalanmasına biz nə deyirik? Eroziya deyirik. Yəni eroziya torpağın münbit qatının yararsız hala düşməsinə deyilir. Və torpaq məhsuldarlığı belə olanda azalmağa başlayır və bu da qarşısını almaq üçün rekultivasiya və meliorasiya tədbirləri həyata keçirilir. Torpaqların rekultivasiyası nə deməkdir? Torpaqların faydalı qazıntılar vasitəsilə daha çox çirkləndirilməsi, daha çox belə deyək, sənaye və məişət tullantılarının altında qalan torpaqlardır ki, onlar daha çox yararsız hala düşür və onları yenidən bərpa etmək üçün rekultivasiya tədbirləri aparılır. Meliorasiya tədbirləri isə torpağın yaxşılaşdırılması, gübrələr verilməsi, ondan sonra ağaclar əkilməsi, yəni torpağın məhsuldarlığının artırılması, kollektor drenajlar vasitəsilə çirkablardan yuyulub təmizlənməsi, şoranlıqlardan yuyulub təmizlənməsi, bu isə meliorasiya tədbirləri olacaqdır. Məsələn, bataqlıqların qurutulmasıdır, tarla qoruyucu meşə zolaqlarının salınmasıdır ki, bunlar meliorasiya tədbirləri hesab olunur. Dünyanın torpaq fondunda ən çox torpaq ehtiyatı Rusiyanın ərazisindən, sonra Kanadadır, Çindir, ABŞ-dır, Braziliyadır. Yəni ərazisi böyük olan ölkələri götürək ki, onlarda torpaq fondu yəni daha çox olacaqdır. Amma bunların içərisində ən çox da becərilən ölkələr, məsələn, ABŞ-ı deyə bilərik, Hindistanı deyə bilərik ki, və Rusiyanı deyə bilərik ki, ən çox becərilən torpaqlar bu ölkələrdə olacaqdır.